Salam əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz şagirdlərimiz və müəllimlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl güşələrindən biri olan Zaqatala rayonunun Danaçı kəndinin qabaqcıl şagirdlərindən birini sizlərə təqdim edirik. Gözəl bala, adın soyadın nədir? Yeməkova Aygül. Hansı məktəbdə, neçənci sinifdə oxuyursan? Danaçı kəndi Beynəlmiləl tam orta məktəb 8-ci sinifdə oxuyuram. Çox gözəl. Hansı fənni çox sevirsən? Biologiya fənnini çox sevirəm. Bəs hansı müəllimləri çox sevirsən? Rəşad müəllim, Tərnə müəllimə. Biz buradan Çağdaş Təhsil komandası olaraq sənin müəllimlərinə öz təşəkkürümüzü bildiririk ki, özləri ilə bərabər fənlərini də sənə sevdirməyi bacarıblar. Bəs de görüm, gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? Böyüyəndə can həkimi olmaq istəyirəm. İnşallah biz də sənə gələcəkdə ən yüksək balla tibb universitetinə qəbul olmağı və sənin o uğurunu gəlib çəkib işıqlandırmağı arzu edirik. Atamız özünüzü təqdim eləyin. Danaçı kənd sakini Yumukova Seyfullah İbrahimoğlu. Neçə övladınız var? 4 övladım var, 2 oğlan, 2 qız. Allah saxlasın. Bəs gözəl balanıza ürək sözləriniz, xoş arzularınız və bizi 5 il, 10 il, 15 il sonra bu kadrları izləyəcək olan nəvə nəticələrinizlə bərabər gələcək nəsillərə nə tövsiyə eləyərdiniz? Arzum qızım oxumağı, institutu bitirməyi. Mənim qızım kimi elə savadlı olsunlar. Bəli, birinci növbədə təhsildir. Hər biri təhsil alsınlar. Vətənə xeyirli övlad olsunlar inşallah. Anamız, siz də özünüzü təqdim eləyin, zəhmət olmasa. Yumukova Mədinə Məmməd qızı, Danaçı kəndi. Çox gözəl. Bəs övladınıza və övladınızın timsalında 5 il, 10 il, 15 il sonra bu kadrları izləyəcək olan gələcək nəslə nə arzunuz, ürək sözünüz, tövsiyəniz var? Qızımız kimi, başqa şagirdlər kimi elə yaxşı oxuyan olsun, təhsil alan olsun, nəvələrə qismət olsun. İnşallah. Biz də Çağdaş Təhsil komandası olaraq sizlərə 10 il, 15 il, 20 il sonra övladınızı və nəvələrinizi, nəticələrinizi yanınıza alıb bizim bu kadrları izləməyinizi arzu edirik. Amma həmən kadrlarda gözəl balamız can həkimi kimi fəaliyyət göstərmiş olsun. İnşallah. Çox sağ olun. Çağdaş Təhsil komandası olaraq sizlərə öz təşəkkürümüzü bildiririk. Xoş xatirələrinizi, xoş anlarınızı bizlə paylaşdığınıza görə. Sağ olun, siz də çox sağ olun.